Mənə görə nə yaxşıdır, nə pisdirsə, onun qərarları yalnız mən verə bilərəm. O haqqda yalnız son fikri mən bildirə bilərəm. O haqqda yalnız son sözü mən deyə bilərəm. Heç kəsə bu vaxta kimi icazə verməmişəm və icazə verilmərəm ki, mənim şəxsi həyatıma müdaxilə eləsin. Mənim həyatımda nəyi yaxşı, nəyi düz, nəyi yanlış olduğunu özü qərar versin. Sanki insanlar istəmirəm ki və sevmirəm ki, kimsə mənim haqqımda belə müdaxilə eləsin. Yəni bir növ idarə etməni həmin insana verib. Mənə görə nə pisdir, nə yaxşıdır. Əlhəmdülillah, müstəqil bir insanam. Yəni ağlım, düşüncəm, fikirlərim və mənim bilsiz şəri məsələdən əgər bilməsəm soruşaram məsələn. Bu şəri məsələdə necə olsun, misal olaraq deyirəm, bu necə elə, o necə. Amma mənim bildiyim mövzular haqqında, mənim başa düşdüyüm mövzular haqqında, istər psixologiya tərəfindən olsun, istər həyat təcrübəsi haqqında olsun, istər xanımlar tərəfi haqqında olsun, mən heç kəsə icazə vermərəm ki, mənə kimsə durub ağıl versin və yaxud mənə başıma ağıl qoysun. O bəzən deyirlər, sən filan kəsi niyə məsləhətdən qulaq asmırsan? Sən filan kəsdən məsləhət almırsan? Mən niyə məsləhət almalıyam? Mən niyə məsləhət götürməliyəm? Əgər mənim öz düşüncəm, fikirlərim, əgər mənim öz qərarlarım, əgər mənim öz təfəkkürüm varsa, mən niyə nədənsə kiməsə məsləhət almalıyam? Niyə nədənsə kiməsə məsləhət görməliyəm? Məsləhət alacağım ən son adamlar bax sizsiz. Ona görə ki, mən nə edirəmsə yaxşı eləyirəm. Əlimdən nə gəlirsə onu da eləyəcəm və mənim üçün səhv də düzdür, öz düşüncəmə görə. Düzdür, səhvdir. Məsələ də bundadır. Yəni nəyin pis, nəyin yaxşı olduğunu yalnız sonda mən qərar verirəm. Heç kəsə imkan vermərəm ki, mənim şəxsi həyatım haqqında bir fikir bildirsin. Məni tanıyana tanıya bilənlər bilir ki, mən nə cür nə insanam, nə cür nə bir ən azından bir şəxsiyyətə. Məni bilənlər bilir. Mənə özüm tanıdığıma ehtiyac yoxdur. Zaten heç vaxt ehtiyac olmayıb. Özünüzə yaxşı baxın.